Herkese salam dostlar, vaxtınız xeyir olsun. Yepyeni bir video ilə qarşınızdayıq. Bu videomuzda telefon donursa, dona durursa, tez-tez ekrana reklamlar gəlirsə, bu reklamları necə bağlamaq olar, indi onu göstərəcəm. Həm də formatsız. Yəni bunun üçün format eləməyə ehtiyac yoxdur. Bu videonu kəsmədən axıra kimi göstərəcəm. Mənim videoma diqqətlə axıra kimi baxın. Ya gedin proqram istə bir 10-15 manat verin. Telefonunuzu da format açsın. Pulunuzu da alsın. Ya da ki bu videoya baxıb axıra kimi özünüz də düzəldin. Heç bir yerinə qaçırmayın. Mən də kəsmirəm ki, axıra kimi videonun gedişatını sizə göstərim. Siz də biləsiniz necə bağlamaq lazımdır, öyrənəsiniz. Yəni kəsəndə bəzən videonu deyirlər, burada nəsə fırıldaq elədi, onu elədi, bunu elədi. Ona görə çalışıram ki, kəsməyim. Baxın, görürsünüz burada reklamlar gələ-gələ durur. Bax, hara girirsiniz 5 saniyədən beri, 3 saniyədən bir reklamlar. Görürsünüz, heç yerə girə bilmirəm. Bax, yəni bezmişik də, bu Bravo reklamıdır, Trendyol reklamıdır, Temu reklamıdır, ömrümüzə giribdir. Baxın dostlar, bunun üçün ayarlara biz daxil oluruq, daxil olmağı istəyirik, daha doğrusu daxil olamırıq. Çünki internetimiz açıqdır. İnternetimiz açıq olanda reklamlar gəlir. Bunun üçün nə edirik? İnterneti bağlayırıq, Wi-Fi-dirsə Wi-Fi, mobil internetdirsə mobil internet. Deməli dostlar, bunun üçün telefon ayarlarına giririk. Ayarlarına girdikdən sonra deməli proqramlar bölməsinə gəlirik. Buradan proqramları tapırıq. Bütün Androidlərdə eynidir. Burada proqramlar gəlir. Həm yüklədiyimiz, həm də telefonun özünün içində olan proqramlar. Yüklənən bax ən başdan başlayırıq mənim kimi. Burada Zavaskoy proqramlar, telefon üstünə gələn proqramlar sil olmur. Burada aşağıda bax bu mənim göstərdiyim qaydada yaddaş bölməsinə keçid edib təmizləyirik. İkinci bunu. Burada da gördüyünüz kimi Zavaskoy proqram olduğu üçün sil gəlmir. Aşağı düşürük, yaddaş yeri bölməsi var. Ona keçidirik. Məlumatları təmizlə, datanı sil, yaddaşı sil. Bax bu gördüyünüz qaydada eləyirsiniz. Yəni başdan başlayırsınız ta axıra kimi. Nə qədər ki proqram var. Və belə bir proqrama ki, gördüyünüz quraşdırmanın ləğv elə var. Əgər quraşdırmanın ləğv elə varsa, bas ləğv elə getsin. Bu qaydada bir proqramları təmizləyirik. Bunu bağlı şəkildə eləyirik, interneti bağlı şəkildə eləyirik. Tez-tez ekrana reklam gəlib bizi narahat eləməsin. Yəni internet açıq şəkildə eləsək, biz onu eləyə bilməyəcəyik. Ya da ki, çətin olasıdır. Ona görə bağlı şəkildə eləyirik ki, reklamlar gəlib narahat eləməsin, biz də rahat-rahat işimizi görək. Belə bütün proqramları bu qaydada təmizləyirik. Əgər telefonunuzda Sima, WhatsApp, TikTok belə proqramlar varsa, bunlara hələ ki dəyməyin. Xoşunuza gəlməyən, nə bilim oyunlar, nə varsa bunları sil verin. Yəni bir başdan başlayıb eləyəndə bizə rahat olur. Oradan buradan eləyəndə çətin olur. Siz istəsəz birinci oyunları silə bilərsiniz. Sonra nə bilim proqramları silə bilərsiniz, silib yoxlayırsınız. Belə olan halda telefon yavaş işləyir və siz sildikcə telefon sürət atmağa başlayır. Sürəti artdıqca hiss eləyərsiniz ki, virus oradan silinibdir. Yəni əvvəlki qaydada dona işləmir telefon. Bax belə problemlər çox gəlir mənim yanıma. Və bu virus da əslində bu hər hansı bir proqramın içində gəlir və yüklənəndən sonra telefonun yaddaşına düşür. Yaddaşına düşür, həm telefonu dondurur, həm tez reklam gəlir narahat edir, həm yaddaşını azaldır. Baxın dostlar, bu qaydada təmizləyirsiniz telefonu. Və burada sil varsa silirsiniz, yoxdursa data məlumatlarını təmizləyirsiniz bu qaydada. Baxın gördüyünüz quraşdırmanı ləğv elə deyirəm mən. Olmamaq nəsə proqramda. Bunu ləğv edirəm, silirəm, bura baxıram. Və Galaxy bu da elə belə proqramdır. Əsas vacib olan proqramları ən axıra saxlayın. Çünki onu bir başdan silməyə ehtiyac yoxdur. Bunları sildikdən sonra axıra kimi getdikdən sonra təzədən internetimizi açırıq. Bir 3-5 dəqiqə eşələyirik, görürük ki, nəsə problem varmı, təzədən gəlirmi? Görsək ki, gəlir, təkrar girib, təkrar silib bu qaydada. Ya interneti bağlayıb silirik. Sonra interneti açıb təkrar yoxlayırıq bu qaydada. İndi işin gedişatına baxın, mən sizə axıra kimi dəqiq izah edəcəm. Yəni bundan ötürü telefonu format atmayın. Telefonu format atanda problemlər yaranır. Elə proqramlar var, biz onun parolunu bilmirik, kodunu bilmirik. Baxın dostlar, ona görə çalışın, öncə mənim göstərdiyim qaydada eləyin, format eləməyin. Bu qaydada eləsəz, %100 bilin ki, sizin telefonunuz açılasıdır. Yəni açılası nədir? Yəni virusdan təmizlənəsidir. Bunu canlı göstərirəm sizə. Kimsə deməsin ki, bu videonun arasını kəssin, bu burasını kəssin. Yəni canlı göstərəndə axıra kimi siz də görürsünüz ki, hə, həqiqətən də olurmuş bu. Mən günlər ərzində çox telefonları belə eləyirəm. Yəni həm paylaşıram, bilən özü götürür, eləyir, bilməyəndə ki, gətirir yanıma, mən eləyirəm. Belə dostlar, yəni bu Android, bütün Androidlərə inansızmı düşür. Bütün Androidlərə düşür. Belə təmizləyirsiniz dostlar. Buradan da təmizləyirsiniz. Və
Burada da təmizləndi. Deşirik aşağı Google TV. Bu nəyə lazımdır? O qədər lazımsız proqramlar var bu telefonun özünün Zavoska üstündə gəlir. Bəzi proqramlar var görürsüz dostlar. Bu Zavoska üstə gəlsə belə onu silmək mümkündür. İstifadə eləmədiyiniz proqramları silin getsin. Əlavə telefona yükdür. Əlavə yükdür. Fərz lazımsız bir şeyi üstünüzdə gəzdirirsiniz yük kimi. Telefona yükdür, telefon isinir, donur. Niyə lazımdır? İstifadə eləmədiyiniz şey basın silin getsin. Bu hava məlumatı. Bəzi elə proqramlar var, biz onu silirik. Siz onu yenidən yükləyin. Amma narahat olmayın, yəni yenidən yüklənəndə o yenə virus düşmür. Prosta biz burada virus bulaşmış proqramlar hansı olduğunu bilmədiyimiz üçün hamısını silirik. Hamısını deyəndə ki, yəni lazımsız şeylər. Birinci lazımsız şeyləri silin. Baxın görün nə qədər oyunlar var. Birinci oyunları silin, sonra lazımsız proqramları silin. Silmədiniz, silə bilmirsiniz, sil yoxdur, təmizlə ver, yaddaşı təmizlə ver bu qaydada. Sonra ən axırda ən vacib proqramları saxlayın. WhatsApp-ı qətiyyən silməyə ehtiyac yoxdur, çünki WhatsApp-a düşmür. Bax belə, bunu da təmizlədik. Netflix misal üçün nəyə lazımdır? Kimdir Netflix-ə baxar? Pullu proqramdır Netflix. Yəni abunəlik istəyir. Tam girib Google-dan oradan buradan saytlarda baxır. Bu misal üçün hava haqqında məlumat. Onu silin, onsuz da telefon avtomatikon geri yükləyəsidir. Siz yenə də silin, təmizləyin. Telefona naqruzka olmasın. Harda nə bulaşıbdırsa, hamısı bir təmizlənsin. Belə hardasa görmək olmur onsuz da bulaşan yerləri. Bəzən görürsən, təmizləyirsən, yenə reklamlar gəlir. Ona görə mənim göstərdiyim qaydada eləyin, təmizləyin. Mən təmizləyib sonra yenə göstərəcəm sizə. Gəlirmi deyənə. Baxın, burada da yenə həminki qaydada eləyirəm. Yaddaş yerinə girirəm. Məlumatları sil, onu təmizlə. Bax, bu qaydada aşağıdan təmizləyirəm. Bu, bütün Androidlərə eynidir. Deməyin ki, məndə Samsung'da olurmu? Bu, məndə Honor'da olurmu? Bütün Androidlərdə, bu Androidlərdə hamısında eyni yerdən girib təmizləyirsiniz. Ola bilər birinin telefonu rusçadır, birinin türkçədir, birinin azərbaycancadır. Serona proqramlardır, azərbaycancadır, prilojeniyədir, rusçadır, nə bilməm, mən elə bilirəm. Sonra türkçədə yəqin ki proqramlar gedir də. Baxın belə, keş məlumatlarını silin. Yəni bir başdan düşün, tak axıra kimi gedin. Tak. Çünki baxın, buranı təmizləyirəm. Samsung Global. Elə lazımsız proqramlar yükləyir ona, inanırsam heç istifadə, yəni ömrü boyu ondan istifadə edəməzsən də. Doldururlar telefonu boş yerə. Mən belə başa düşürəm, bu lazımsız şeyləri gətirib telefona doldururlar. Telefon yaddaşı yüklənsin, dolsun. 1-2 ildən telefon, biri bilir, biri bilmir də. 1-2 ildən telefon donmağa başlayır, gəlirlər başqa təzə telefon alırlar. Bunların siyasəti varmı? Bunların siyasəti. Bax belə. Bu iPhone-larda əslində belə şeylər yoxdur. Bu Androidlərdə. Ən çox da Redmi Samsunglara söyləyin, hansısını? Bilmirəm, çox satılır deyərəmi, yoxsa nəyəsə görə. Harda Redmi Samsung var görürəm, gətirirlər yanıma. Bilən eləyir, bilməyən də gətirir yanıma. Deyir, baxsana telefon donur, hərdən sönür, yanır. Açara sağıram, çıxardırım, donub qalır. Belə problemlər var. Bu qaydada təmizləyirik. Düzdür, videomuz bir balaca uzun çəkə bilər. Amma Serona mən özüm qəsdən kəsmirəm ki, hər hansısa bir yerindən ki, siz də görəsiniz ki, həqiqətən də video kəsilmədən elədim, alındı. Mən elədim, alındı. Siz də eləyin, alınsın. Elə adamlar usta yanına gedə bilmir, uzaqda olur. Yəni belə deyək də, rayondan kənardadır və yaxud da imkanı yoxdur ki, gedib onu eləsin. Ancaq gəlir, baxır videoma, düzəldir, yazır, sağ ol. O qədər yorumlar alıram. Mən elə yorumlar alıram, mən sevindirəm həqiqətən. Adam biraz da motivasiya olur və həvəslənir, video çəkir. Mənim olsa videolarımın 90% maarifləndirici videolardır. Çalışıram özümün bildiklərindən sizə də nəyisə öyrədim, izah eləyim, başa salım ki, siz də maariflənəsiniz dostlar. Yəni bilmək əslində yaxşı şeydir. Normal başa düşən adam maarifləndirici videolar izləyir. Mən özüm də maarifləndirici videolar çox izləyirəm. Bax, bəyənirəm, takib atıram, yorum yazıram ki, elə videolar daha çox qabağıma çıxsın. Siz də kanalıma abunə olun, videomu bəyənin, yorum yazın, suallarınız varsa mümkün qədər cavablandıracağım. Bax, mən görürsünüz nətə təmizləyirəm. Baxın, bir başdan düşmüşəm, təmizliyə gedirəm.
İndi ortalarda buraxdığım şeyləri prosta baxıram, əsas şeylər varmı? Çünki mən o qədər eləyirəm, bilirəm. Əsas şeyləri. Baxın dostlar, təmizləyirəm, sonra da həmin qaldığım yerdən yenə davam edirəm. Siz bir başdan eləyin. Bir başdan eləyin, ötürməyə gedin. Hamısını bax, proqramların hamısını, yəni əsas şeyləri saxlamaq şərti ilə də belə deyək. İndi deyərsiniz ki, bu formata bərabər bir şeydir. Xeyr, formata bərabər bir şey deyil. Həm telefonunuzu yüngülləyir, sürətli işləyir. Həm də ki, format eləmirsiniz. Format eləyəndə öcə problem olur. Gmailin kodunu bilməyə bilərsiniz. Şəkil fotolar Gmaildə ola bilər. Kontaktlar, nömrələrin çoxu onsuz da Gmaildə olur. Gör nələr etirirsiniz formatda. Elə şeylər var formatda. İndi bax, mən Wi-Fi geri açdım təmizləyəndən sonra. İndi təkrar yoxlayıram ki, görüm Wi-Fi açana sonra telefon donurmu, yoxsa yenə reklamlar gəlirmi, ya da ki, donmurmu, reklamlar gəlmirmi. İndi biləcək biraz istifadə edəndə. İndi hələ ki bir şey görsənmir. Biraz gözləyək. Oradan çıxıram mən, çıxış verim. Buradan. İnternet açıq vəziyyətdə edirəm. Prosto bax, donma var. Görürsünüz dostlar. Bu nə deməkdir? Deməli buradan virus təmizlənir. Düz reklam gəlmədi, amma serverda donma var telefonda. Bu o deməkdir ki, telefonda hələ virus var. Baxın necə donur. Yaddaş yerini də təmizləyək bu qaydada. Bunu da təmizləyək. Baxın, telefon gec işləyir. Düzdür, reklam gəlmir, gələ də bilər. Gec işləyirsə bilin ki, donursa virus yaxşı təmizlənməyibdir. Tam təmizlənməyibdir, belə deyək. Hər hansı bir proqramlarda yenə bulaşmış ola bilər. İndi mən Pro üçün interneti açmışam, Wi-Fi. Yoxlayıram, görüm nədir. Bax, gəldi. Gördünüz? Deməli, amma gec gəldi. Bu deməkdir ki, təmizlənib, amma tam təmizlənməyib. Nə edirik? Təkrar yenə bağlayırıq interneti və həmin yerə gedəcəyik. İndi həmin yerdən yenə qaldığımız yerdən davam edəcəyik. Açıq qoysaq işlədəməyəsik, zırt-pırt reklam girə-girə durası da ortaya. Yenə başdan başlayırıq. Yenə eyni qaydada belə təmizləyirik dostlar. Həminki qaydada. İndi başdan başlayasın deyəsə. Bax, yenə girir ortaya. Görürsünüz? O düzdür, Wi-Fi bağlayandan sonra bir neçə dəqiqə də gələ bilər, normaldır. Amma serverına bax, görürsünüz mü? İmkan vermir. Bax, bunlar sizin başınıza da gələrdir. Sizin başınıza da gələrsiz, siz də eynən mənim kimi eləyəsiniz, amma axırda nəticəsi olasıdır əla. Bax, buranı yenə təmizləyirəm. Yenə eyni qaydada təmizləyirəm hər şeyi ki, tam dəqiq olsun da işim. Bunu da təmizlədik. Bunu da təmizlədik. Bütün adamın əsəb sisteminə işləyir. Bax, əsəb sisteminə qoymur. Bir dəqiqə imkan vermir ki, işimizi görək. Ya telefonda zaryatka qalır, ya telefonda bir rahat işləyir. Bu qaydada yenə təmizləyirik, yenə təmizləyirik. Bunu da təmizləyək. Bu ayrılmış proqramlar nədir? Bunu da təmizləyirik yaddaş yerindən. Buralar təmizdir, buna ehtiyac yoxdur. Təmiz olanda görürsünüz. Aşağıda təmizləmək olmur. Yenə azəşil, bax, lazımsız şeyləri yenə silirik. Azəşil kabinetimi silək. Çünki bunu qeydiyyatdan keçmək rahat. Bunu silin, sonra geri yükləyin dostlar. Yəni narahat olmayın, geri yükləyəndə təzədən virus düşmür. Nə vaxtsa düşə bilər, nə vaxtsa uşaq oyunlar zad yükləsə eləsə. Ən çox da telefon uşağın əlinə çatır, oyunları yükləyir, bu qədər də viruslar düşür. Onun üçün mümkün qədər çalışın telefon uşaqlar verin. Google Foto məncə ehtiyac yoxdur. Google Fotonu siləndə içindəki fotolar silinmir. Sadəcə proqram silinir. Nə vaxtsa Play Marketdən geri yükləsəz, yenə içindəki şeylər qalır. Bundan ötürü Google Fotonun içinə girib silməlisiniz. O da biraz qarışıq bir şeydir. Yəni ehtiyac yoxdur, nə demək. Proqramın özünü sil, sonra lazım olar geri yükləyərsiniz. Onsuz da Google Fotoya kod zat lazım gəlmir ki. Bax, bunu da yaddaş yerindən belə təmizləyirik. Bunu təmizləyirik. Gmail. Hər ehtimalla təmizləyirik. Biz bilmirik orada var. Bunu da təmizləyək. Yaddaş yerindən buradan. Bunu da çıxdaş elədik. Google. Bunu təmizləyirik. Bu saytlardan reklamlara Google Photos. Orada Play Market var. Play Marketdə təmizləyin. Silməyin, təmizləyin. Yoxsa silə bilməyəsiniz. Təmizləyəm, narahat olmayın. Heç bir problem olmur. Bir də şey var. Baxın. Google Play xidmətləri var. Bunu da təmizləyin. Bu da əsas şeylərdən biridir. Bax, bu Google Play xidmətlərini mütləq belə bu qaydada mənim göstərdiyim kimi təmizləyin. Bax, burada təmizləyirik, yaddaş yeri deyirik, keşif məlumatlarını Google Play təmizləyirik. Gördünüz mü?
dostlar, bunu da təmizləyik. Bu da Wi-Fi ilə cırt pırtısıdır. Bunu da buradan cırt pırtı elədik, getdi bu. Oradan da qaytardıq yenə öz yerinə, yenə qayıqlırıq. Bunu da təmizləyik. Onsa bunlar telefona, bu təmizləyəndən sonra telefona biliyorsan yeniləmə gələsidir. Çünki proqramları təmizləyəndə köhnə versiyasına qayıdır. Yeniləmə gələndə öz avtomatik düzəlləsidir. Bir iş olasıdır ki, virus gəlməyəsidir, dolmayəsidir. Bu hava haqqında nədirsə, bunu da buradan rəddələk geçsin, yaddaş yerliyə keş məlumatları təmizlədik, bu düşdü. Məlumatları təmizləyəndə də belə, yaddaşın təmizləyəndə də oradan megabayt azalır fikir verirsiniz. Bax, buradan, bax, bu yerdən görürsünüz, megabayt azalır. Bu qaydada, bax, bu qaydada kontaktlara dəymirik, buna heç ümumiyyətlə ehtiyac yoxdur. Quraşdırma ləğv elədik, görürsünüzmü? Bayaq silib getdiyimiz şeylər, təkrar başqa şeylər gəlir, təkrar silir. Bəzən olur, misal üçün proqramları silirik, yerinə başqa şeylər gəlir, başqa proqramlar gəlir, onu da silməyə düşəsirik. Ona görə deyirəm, təkrar silirik, yoxlayırıq. Belə uzun çəkir, 25 dəqiqəlik də hardasa videomuz. Amma siz bunu 15 dəqiqədə eləyərsiniz. Bu ölçün 20 dəqiqə. Burası mən izah eləyə belə şey eləyirəm də yenə biraz uzun çəkir. Amma sizdə belə uzun çəkməyəsiniz. Onu deyim. Evdə oturan yerdə çay içəcək bunu eləyə bilərsiniz. Niyə? 5-10 manat verib bunu elətdirirsiniz və yaxud da telefonu boş yerə format atırsınız. Format atmaq bir dəqiqə problem. Millətin bütün şəxsi şeyləri, kontaktları, əlaqələri hamısı telefonun yaddaşında olur. Bu reminderdir nədir? Mən başım çıxmadı bu nə işə yarayır. Bu da nə qədər buradan silək geçsin çünki onsa geri yüklənəcək. Yüklənməsə özünü yükləyərsiniz. Bunları da belə buradan təmizləyirik. Bunu da təmizləyirik dostlar. Yaddaş yeri. Bunu da təmizləyirik. Məlumatları sil veririk. Telefonumuz sürətli işləsin. Burada da qaytardıq geri. Samsung Core nədir bu? Elə bil mənasız. İnansam mənasız proqramları qoyurlar oraya. Heç istifadə eləməyəsən gerək. Bunu da buradan silərək. Dənnirik də bir dənnirik. Simanətlər nədir? Buradan yaddaş yeri. Bunda şəqqarayırıq buradan. Bunda şəqqaradıq. Getdi. Smart Switch. Bu böyle ehtimal nədir ki? Bu Smart Switch saat üçün deyəyin ki, belə bir proqramdır. Smart Switch mi? Smart Switch mi? Nədir? Təqvim neyinirik? Buradan rəddəlik kesin təqvimə baxan mı var? Özü yükləyəsiz olsa geri. Bunu da təmizləyirik. Bunu da təmizləyirik. O çıxdıq. İndi neyinirik? Təzədən giririk. Wi-Fi-mizi açırıq. Görək indi nə baş verir. Reklam gəlirmi? Telefon donurmu? Yoxsa nə olur? Gəlsə bir də təkrar girəsik. Ta silinənə kimi. 1-2 dəqiqədə bilmə olur onsuz reklam gələndə. Reklam gəlirsə deməli nədir? Deməli budur ki, biz tam təmizləməyik. Biraz özümüz üçün eşələk telefonu. Görək həm donma varmı internet açanda, həm də ki reklam gəlirmi? Hələ ki donma bir şey göstərmir. Gördünüz gəldi. Vay dədəm vay. Gördünüz hələ təmizləmədi. Bax mən buraları kəsə də bilərdim. Prosto istəyirəm ki siz görəsiniz. Mən orada nə edirəm, nə baş verir. Kəsib qısa da eləyə bilərəm. Bundan əvvəlki videolarım olsa kəsmişəm bəzi yerlərini. İndi istədim ki tam şəkildə sizə göstərim. Burada yenə TikTok'u sildik. Dostlar bax TikTok dona da bilir. Axır vaxtlar həmə bir problem çıxıbdı. TikTok biliyorsan TikTok edirsən donlar çıxır. Onda silin TikTok'u geri yükləyin. Böyük ehtimal TikTok'u ya Gmail'dən açıbsınız ya da ki telefon nömrə ilə. Onsuz da onun nömrəni yazanda avtomatik öz səhifəniz gələcək. Heç nə silinmir. Ya da ki Gmail'dən açıbsınızsa Gmail'in üstündən basanda avtomatik daxil olursunuz yəni səhifəyə. Login, parol zat belə şeylər istəmir TikTok. TikTok ya nömrə ilə açılır ya da ki Gmail'dən, ikisindən birindən. TikTok'un da silinmə qaydası, unudulmuş parol necə tapırlar. Bunlar hamısı barədə mənim kanalımda paylaşım eləmişəm. Dostlar bax yenə eyni qaydadır bayaqki kimi. Təmizlənənlər aşağıda şey gəlmir. Təmizdə gəlmir. Örtülü olur. Bax bu da təmizləyirik. Görürsünüz hələ tam təmizlənməyibdi. Bax təkrar yenə giririk, yenə təmizləyirik. Amma bilirik ki 100% təmizlənəsidir bu şey. Açıq vəziyyətdə eləyirik.
donma bir elə də yoxdur. Prosto reklamlar hərdən bir gəlir. Bayaq kimi tez-tez gəlmir. Yenə başdan başlayırıq və buradan təmizləyirik. Bunu da təmizləyirik. Yuxarı qaldırıb bütün məlumatları sil veririk. Ta ki dayanana kimi. Bunu da elədik. Bunu da cihaz qayğınadır. Bunu da yaddaş yerinə girib buradan məlumatları təmizlə veririk. Bunu da veririk. Və sil veririk. Buradan veririk. Biraz vaxt alır, düzdür. Amma neyniyək? Plyonka başqa? Neyniyək? Bunu da təmizlədik. Bluetooth yoxsa? Yenə düşürük aşağı. Bu nədir fərqi? Bunda məncə Lastö, bunlarda olmur. Galaxy Story nədir? Bunu da Galaxy Story-ni də təmizləyirik. Bunu da təmizləyirik. Qaytarıq geri. Galaxy Themes bu tema proqramıdır. Bunu da təmizləyirik. Bunu da təmizləyirik. Bunu da buradan ləğv edirik. Bunu da ləğv edirik. Qalxırıq yuxarı. Bunu da ləğv edirik. Bunu da təmizləyirik. Yaddaşını. Reklam yenə gəldi. Deyəsə axırlara yaxındır. Çünki telefonumuz donmur. Prosto bir iki reklam qalır. O 8 manat baxır. Tam təmizləmir. Azcası qalıb, azca iş qalıb. Ya da ki təmizləmişik. Prosto bəzi reklamlardır. Qalıb orada. Oldu qazanma. Buradan da məlumatlar təmizləyək. Görək nə göstərir. Bunu da buradan təmizləyək. Bu sil veririk. Aha. Bu nədir? Bu bayaq ikisini yenə Play xidmətlərini yenə təmizləyirik. Dayanana kimi eləyirik bunu. Bunu da təmizlədik. Buradan gözləyirik. Bunu da verdik. Bunu da verdik. Aha. Qalxdıq yuxarı. Bütün məlumatları sil dedik. Yenə qalxırıq. Baxın burada Google Play xidməti. Play Market. Bunu da yaddaşın yerini təmizləyirik. Bunu da təmizlədik. Bunu da təmizlədik. Bunda. Bunu bu videoya axıra kimi baxandan sonra yəni sual verəsi yer qalmır. Lap ola bilər ki, hardasa nəsə yadınıza düşdü. Sualını verin. Çəkinməyin, mən cavablandıraram. Görən kimi avtomatik olaraq təmizlədim burada. Bunu da təmizləyirik buradan. Bunda yaddaş yeri deyil yenə. Bunu da buradan təmizlədik. Nə qədər uşaq olar kənddə təxminən? Nə bilim. Məlumatları təmizlə veririk. Elə deyim. 30 Qalxdıq nəfərlə yuxarı. Məndə 100 min, 200 min lazımdır. Bunu da təmizləyək. Burada nə var? Bu met nədir? Bir işi var ki, yox. Düşdük aşağı baxırıq görək təmizləsi başqa nə var? Bu YouTube təkrar təmizləyirik. Yəni Bir şeyə fikir verdiksə artıq reklamlar gəlmir. Nəticəsi olmur. Baxın. Bayaqki ortaya reklamlar girə-girə dururdu. Həm də belə bir şey var. Amma indi reklamlar Deyən gəlmir. şey deyil, gəlməlidir. Bu nə deməkdir? Bu deməkdir ki, artıq bizim telefonumuz O düzəlir. məcbur, o adama lazım Baxın olur. dostlar, bax həm telefon sürətli işləməyə başladı. Fikir verdinizsə. Bax Wi-Fi açıqdır, görürsünüzmü? Wi-Fi açıqdır, ancaq indiyə kimi bəlkə bir 5 dənə reklam girmişdi orada. 40-50 min bax. Bu demək telefonumuz hazırdır. Sadəcə tam əmin olmaq üçün yenə də göz gəzdiririk. Tam əmin olmaq üçün. Yaxşıdır. Baxırıq görək gözümüzdən qaçan nəsə varmı? Buraları da təmizləyirik. Bunu da təmizləyirik. Gördüyünüz kimi artıq reklamlar gəlmir. Wi-Fi açıq ola. Bu deməkdir ki, bizim Əvvəllər satırdım. təmizlənib. İşlənmiş telefonlar. Burada ki, buranı da yenə hər ehtimala təkrar yoxlayırıq. Görək təmizlənən şey varmı? Yenə məlumatları təmizlə deyirik bu qaydada. Və görürsüz də, reklam girmir ortaya. Telefonda da iPhone 11 köhnədir qaqa. Sən iPhone 11 nə indi? Belə dostlar, yəni olsun da yaramaz axı. götürün özünüz eləyin. Bataryası çoxdan ölüb dəyişdir. Dəyişəndə zavosko kim işləməz. Maşına min, rayona get. Ha, düzdür, eləyə bilməsəniz aparın göstərin. Minimum 13 almalısınız. Yəni burada eləyəsi bilməyəsi bir şey yoxdur. Hər şey göz qabağındadır. Bax, hər şey göz qabağında elədim. Bax, çoxsunun da heç bataryası videonu yığdırmadım, kəsmədim. Bunu da təmizlədim, onu da təmizlədim. Telefon oldu tərtəmiz. Ya virus gəlir, ya reklam gəlir, ya telefon donur. 16 Pro çıxır. 11 nədir? Bundan yaddaşıyım. Təkrar bilirəm ki, tam əmin olun. iPhone-da da ən böyük Virus çəkir. Bunu da təmizlədim. Bunları da həmçinin. Bunu da təmizlədim. Bunu da təmizlədim. Bu qədər sadə dostlar. Yəni video faydalı olsa bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Görürsüz, tərtəmiz oldu telefon, sürətli də işləyir.
Telefonumuz da Onun çox vaxtı qəşəng, çox qəşəngdir. Bir dənə kamerası Yer var yerində arxasında. işləyir. Reklam da gəlmir ortaya. Reklamdan bir dəfəlik bu qaydada azad olduq. $700 mı, $800 mı elə bir Sağ şey olun, keçsə. salamat qalın dostlar. Minnətdaram bura kimi izlədinizsə. Mənə də söyləmək üçün də ola kanalıma biliyor, 700 manat mütləq və mütləq abunə olun və videonu bəyənib paylaşmağı da unutmayın. Ən azı bir də yorum yazın dostlar. Hələlik. Görüşərik. Belədir.